Gəncədə baş verən insidentlə bağlı məlumat yayıb. Nazirliyin saytının verdiyi məlumata görə mayın 5-də saat 3 radələrində Gəncənin Allahverdiyev küçəsində yerləşən çayxanada şəhər sakinləri əvvəllər məhkum olunmuş Məhərrəm Əhmədov, oğlanları Nəriman və Sərxan, qohumları Talih Əhmədov, Ayxan Mirzəyev, Orxan Mirzəyevlə həmyerliləri Ramiz Quliyev və onun dostları Yalçın Quliyev, Eyşən Abdullayev və Sadiq Əhmədov arasında münaqişə baş verib. Bu zaman Məhərrəm Əhmədov özü ilə gətirdiyi F1 tipli əl qumbarasından istifadə edərək partlayış törədib. Nəticədə özü və Talih Əhmədov hadisə yerində ölüb. Nəriman Əhmədov, Sadiq Əhmədov və Orxan Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Gəncə şəhər Baş Polis İdarəsi və Prokurorluğun Kəpəz rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirə salınması istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış Yalçın Quliyev saxlanılıb, Ramiz Quliyevin tutulması istiqamətində tədbirlər görülür. Faktla bağlı Gəncə şəhər Prokurorluğuna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq